videoda tərk edilmiş kinoteatr zalının içində 24 saat keçirdəcəyik. Hər şey dostumun mənə bu videonu göndərməsi ilə başladı. Bakıda tərk edilmiş yer. Tərk olunmuş konsert zalının içi çox fərqli görünürdü və olduqca təhlükəli idi. Altında belə bir səs var idi. Qardaşım, bəlkə bura gedəsən video çəkməyə. Sonra Instagramda qabağıma belə bir post çıxdı. Postun açıqlamasında yazılan cümlələr çox dəhşətli idi. İlk baxışdan konsert binasını xatırladan bu kimsəsiz yer sanki insanın ruhunda çağlayan sənət eşqini oyadır. İçəriyə daxil olduqda ətrafı bürüyən tükürpərdici sükut insanı öz ağuşuna alaraq ofsunlayır və onu tərk olunmuş bu yerin hekayəsini düşünməyə vadar edir. Mən də dedim ki, hekayəni düşünməkdənsə gedim görüm içəridə nə var. O burada kimsə yandırıblar. Sən ya burada ölə bilərəm də. Heç nə eləməsin asad. Cin çarpmasın. Və beləcə videonun altına gələn yorumu götürüb yola düşdük. Axır ki, Qurd qapısı deyilən əraziyə gəldik, çatdıq. Görək başımıza nə gəlir. Çox sağ ol abi. Çək oranı. Burada soruşa gedəcəyik indi. Abi salam aleykum. Burada tərk edilmiş konsert zalı deyirlər. Hardadır o? Tərk edilmiş konsert zalı buralarda. Sağ olun. Abi bu ərazidə tərk edilmiş konsert zalı var deyirlər. Buradan yox. Ha bura. Ora konsert zalı olacaqdı, ləğv oldu, yəni tərk edər. İşləmir, qaqa, orada işləmir. Bilir də, bunlar şey üçün çəkir də, arxaya olublar. Heç nə. Orta qapıdan çıx, Buradan. sağa dön. Öpürəm sən abi. Sahiyyə düz bas görərsən. Öpürəm sən. Allah razı olsun. Uşaqlar TikTokda videonu görəndə altında yorumda görmüşdüm ki, adamlar Qurd qapısından aşağı düşürsən. Qurd qapısından dedilər ki, bu yolla aşağı düşəcəyik. Heç nə, gedə-görə başımıza nə gəlir də. Tam konsert zalına çatırdıq ki, üzü vahiməli bir xala bizdən kömək istədi. Sanki bizim ora getməyimizi istəmirdi kimi idi və nə yalan deyim, bu bizi çox qorxutmuşdu. Hala burada tərk edilmiş konsert zalı var ya, eşitmisiniz onun haqqında? Yox, mən ancaq sistemlə məşğulam. Burada artist, vahşi artistlərdən xoşum gəlir. Xalanı ötürdükdən sonra yolumuza davam elədik, artıq dilimiz damağımız qurumuşdu. Cips var abi. Yazımdan geçsin. Fanar olar ya abi səndə. Orada nə götürəsən? Ən ucuz hansıdır? Burada tərk edilmiş konsert zalı var deyirlər. Eşitmisiniz o haqda? Konsert zalına gedən yolların belə tərk olunmuş olması işi daha qorxunc hala gətirirdi. İndi qəbirstanlıqdayıq çünki ora gedən yol qəbirstanlıqdan keçirdi deyə qəbirstanlığın içindən keçib ora getməli idik. Bu da biraz daha qorxulu vibe verir uşaqlar. Bilmirəm, qəribədir. Biz getdikcə yaxınlaşırdıq. Yaxınlaşırdıqmı, yoxsa yaxınlaşdığımızı mı sanırdıq? Konsert zalına getdiyini düşündüyümüz yol zibilliyə çıxdı. Və konsert zalına açıldığını sandığımız darvazaların qıfıllı olmağı bizi həvəsdən salırdı. Hər şeyə rəğmən pes etməyib konsert zalının girişini tapmışdıq. Amma problemlər bizi buraxmırdı. Uşaqlar, hal-hazırda gördüyünüz kimi girişin qabağındayıq. Sadəcə bir problemimiz var. Qıfıllıdır qapı. Ona görə məcbur buradan tullanmalı olacağıq. Birinci mən gedirəm də. Qapı aşarıq. Opa! Bir elimde kamera, bir elimde çanta. Burası YouTube dostum. Ay Allah. Axır ki içərdəyik. Hörümçək adam. Gəl. Ver, kameraman da gəlsin. Hörümçək adam 2. Araşdırmağa başlayaq da. Çöküb bu divar. Burada mühafizənin sığınacağı var. Şişələri qırıb eləyiblər. Bir o tərəfə baxaq, birazdan içəri girək. Orada kreslo zadı var. İnan, gəl otur burada Minan. Rahatlıq testi. Gəl mən oturum ya. Simeşifo ucuzdan otur. Simeşifo. Ay, mən ucuzdum, hə. Gör, nəsə batmasın. Heç nə yoxdur, otur. Uşaqlar, tərk edilmiş teatrada girərmişik. Bu nədir? Bunlar niyə buradadır görəsən? Ay Allah. Buranı düzəltdim. Mən niyə buraları düzəldirəm? Tut. At. Topumuz var, sumkada top gətirmişəm. Kəllə. Mən özüm neyvə aparıram. Qoydum çantama. Ayaqqabı var. Bu arada aldığımız məlumatlara görə bura tərk edilmiş deyəndə ki, tikintisi yarımçıq qalmış bir teatrda. Kameramanın gəzdiyi yerin yuxarısı var. Burada da nəsə tikmək istəyiblər, yarımçıq qalıb. Həyəti gəzdik, bitirdik və sıra gəldi sizin və mənim ən çox gözlədiyim ana. Yəni içəri girməyə. Girək görək bu konsert zalının içində nələr var. Və yanımdakı qonağım 51.000 dəfə və yanımdakı qonağım 51.000 dəfə ilkin deyən Minandır. Çətin olmadı 51 dəfə demək. Çox çətin oldu. İlkin. İndi heç nə. Girək içəridə nə var? Girişdən girək artıq içəri. Burada zinlər öz
söyüşlərin yazıblar. Bir də ayaqlarınızdan ehtiyatlı olmamalısınız, çox şüşədir. Oy 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 oy. Göl yaranır dala. Çox bomba görsən raxı. Sadəcə bura sonradan soğulub. Bura ilə gedə bilərik. Tən ortaya gedib dayanacam şal. Tən ortaya deyəndə ki, gedə bilmirəm tən ortaya. Maksimal bura qədər gələ bilirəm. Oo! İndi səsin yankı eləyib eləmədiyini yoxlamaq üçün gölün ortasına daş atacağam. Burada kimsə var bura. Səs eşidirsiniz? Ayaq səsi gəlir. Bir dənə bunu ataq yoxlayaq tez. Ya çox da yankı eləmir. Çox qorxmayın. Amma biz qorxuruq. İndi yuxarı çıxacağıq. Ya Allah, ya Allah, ya Allah. Wow, otaqlar zatlar var. Burada nə var ki, bura baxaq. Aha lift. Lift tapdıq. Gəl bir. Geç. Açılmır uşaqlar. Ən yuxarı çıxacağıq. Hələ bu mənzərə çox da böyük bir şey deyil. İnşallah orada qapılar falan var. Otaqlar var. Əməlli otaqlar var ha. Adamcaq yatmaz orada. Operasyon başlasın. Siz mahvolsunuz galiba. Ustalar burada paltalan qoyub çıxıblar. Niyə yarımçıq qoyublar belə yeriyə? Buranın imkanı olsa nə edərsən inan? Bu nə? Ayaqqabılar zatlar var. Bu otaqdan çıxdıq. Oturamıyor burada. Aman nereye geldik? O burada kimisə yandırıblar, deyəsən. Simiş fotodan uzanır, simiş ip bu. Sən can bir yerlərə nəsə girməsin. Təmiz uzanacaq. Təmiz deyəndə əlivi qoyub başımın altına. Lay lay dedim. Əla, bu görevdə başarılı. Cool hərəkətlərim inanla. Bunun içində nə ola bilər? Mən də ona baxmaq istəyirəm əslində. Məncə bunu üstdən sıxıraq. Yıxılarsan içinə. Şala, Bruce-Lee-ni gətirmişəm videoya. Qırılmadı. Nə var? Şala, biz də sizinlə bir yerdə videoya YouTube-da baxanda biləcəyik nə var idi içində. Girək içəri buradan. Xeyr, sən necə keçdin? Ay, qapı var imiş. Tərk edilmiş yerləri mənə çatmır. Məsələn, bu qapının pulunu kim veribsə gəlsin götürsün bunu evinə apar. Nə yapacağım qapısından? Səni. Mən niyə belə şeylər eləyəm? Bu nədir? Ha, bu da Aygün Kazımovanın güzgüyə baxmaq üçün istifadə elədiyi güzgü. Əslində burada tikilsəydi bəlkə də Aygün Kazımova konsert verəcəkdi bax burada. Amma indi gəlmişik biz burada xiyar hərəkətlər eləyirik. Futbol meydançası var. Ay bura haradır belə? Bağça zaddır bura. Kimsə var? Kimsə olsa deyəcək ki, varam mən buradayam. Xiyar, elə şeylər eləmə. Həmən tut o stulu gətirim. Bax burada kimsə ayağımdan belə yapışsa var ha. Sən ya burada ölə bilərəm də. Heç nə eləməsin ha. Kölgəm düşdü. Qorxdum hala. Bir stol da tapdıq. Gedək. Gəlsin. İnan da hər şey yerdən hər şey çıxarda bilir, hər yerə hər şeyi soxa bilir. Ah, burada riyaziyyat zat keçiblər. Kubu mən belə çəkə bilmirəm dəftərə. Gəlin eşlə yuxarı çıxaq. Bir mərtəbədə çıxırıq uşaqlar. Yüklə nə məsaj var ilkin? Burada hansı qəribə hadisələr baş verir? Ritim tut. Bunlar nə üçündür ki? Nə üçündür olar? Dində nə üçündür? Sesimi duyan yok ama. Ha, baba yaxı ora çıxmaq istəyirdik də çıxmadıq da ora. Eyni mənzərədir, eyni hündürlükdəyik. Orada bina var O bina evdə təkin. İkinci bölümün çəkildiyi yerə oxşamır. Evdə təkə baxmısan? Baxmışam. İkinci bölümə oxşamır. Oxşuyur. Hə, demək bunu. Nə çatmır mənə? Bu ortası zaldır da, düzdür? Buradan əslində içəri stollara giriş olmalıdır axı. İnsanlar bilet alırlar. Məsələn, bu biz 3-cü mərtəbədəyik. 310-cu stol veriləcək məsələn. O girib orada oturmalıdır. Mən də danışıram. Ustaların yadından çıxıb o girişi çək. Oturaq. Giriş ay. Ay ay tapıldı. Oo! Burada da Hitlerin salamını verək. Hitler necə salam verir? Nə səslər gəlir? Quşlar da, quşlar var damda. Bura teatr oxşamıraq. Burada qəribə şeylər eləmək istəyiblər. Özləri də bilməyiblər nə. Məncə ikinci Çernobylü tikmək istəyiblər. Ən yuxarısı burada, hə? Hə. Yo, orada pləkan var. Oy bilə. Elə bildim uşaqlar qurtarmayıbmış. Səncə burada nə etmək istəyiblər? Valla özləri də bilməyiblər məncə nə eləmək istəyiblər. Səncə? Məncə biz video çəkək deyə ediblər. Səhv hesablanıb məncə. Mən inşaat mühəndisliyi oxuyuram axı inan. Nə tapdın? Ay da yandırıb klip çəkərdi. Özü hər yerdə eyni cür tikiblər. Bax burada. Can mərcə duraram ki, burada da stol var. Yoxdur. Nədən? Uduzan başından aşağı soqqu tökəcək. Razı. Di valla. Sənə. Getdi. Amma video axırında. Ha. Stol olacaq deyirəm mən. Buranı tualet eləmək istəyirlər. Amma bu tualet imiş. Mən bir dənə işimi görüm gəlirəm. Kanalizasiya iyi gəlir amma. Məncə belə daha yaxşıdır. Başımızdan aşağı su tökürük. Başımızdan yoxsa Başımdan aşağı. Mən ağıllanmayacağam. Mən uşaqlıqdan belə idim. Uduzacağım şeylərə girirdim ki, mərcə uduzum maraqlı olsun. ay qəbə yalnızlıq. Sırf tualet üçün bu boyda mərtəbə tikiblər. 3 dənə tualet üçün özü. Bu boyda zalda 3 dənə tualet var. Burada nə etmək istəyiblər? Çıxıb toplanırsan. Bir də mənim şəklimi çək də. Bu şəkilləri də Instagramda paylaşacağıq. Buradakı lift açıqdır Minan. İçindədir lift. Lift aşağıdadır. Düşüm. Düşə bilərsən. Düşərəm, ölərəm. Mən düşüm deyəndə sən deməlisən ki, yox, təhlükəlidir. Onu bir dənə eləyək. Düşüm Minan bura. Məncə təhlükəlidir, yox. Cala mənzərəmiz budur. Orada daim ataskeret sürür, tez o daimi çək.
Qəbirstanlıq var ətrafımızda çox böyük. Üç güllə görsənir, üç gülləni də çək bro. Ana Əslində qəşəng yerdə tikiblər bura. Seçilən ərazi çox qəşəngdir. səhv yerdə tikiblər. Mən deyirəm qəşəng yerdə tikiblər, bu deyir səhv yerdə çəkiblər. Nəsə düşər aşağı. Hə, uşaqlar oradan girdik. Buradan çıxdıq. Atıram uşaqlar. Haranı vurmağımı istəyirsən? Qaç divarı. Qarşı divar vura bilmərəm burada. Bro, Ronaldo izləyirsən vura bilmirsən. Hat-trick! 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 Bax o deşiyə girəcəyim. Ronaldo! Ayda bir damcı qaçırdım, deşiyə atmaq istəmişdim. Axı o düşəcək gölə. Dayandı. Bu alt nədir? Alt boşluqlar nə üçündür ki? Havalandırma ola bilər. Necə havalandırma olacaq ki, orada hava yox. Onu da bilməm, bizim oyun oynamağı istəklər də. Topu buradan ora atmağa çalışırıq. Bax, buradan o deşiyə topu atacaq. Ax! Ay içsinə azarım. Gəl bura. Gözü atıram tut. Uşaqlar tərk edilmiş. Uzaklara dalmalar. Topumuz getdi. Uşaqlar tapdığım şeyə baxın. Bununla uşaqlar o topu qurtaracam. Oh, Ayda uzağa gedirik. bəlkə yol düzəldək. Məncə də. Minə məndən ağıllı deyir uşaqlar. Biri məndən ağıllı olanda videolarda mənim xoşum gəlmir. Ya Allah. Daşı. Buranı belə tərk edilmiş gördüm. Mən qərara gəldim ki, buranın tikintisini özüm bitirəcəm. Uşaqlar, Azərbaycanda belə video yoxdur. Ona görə bu videoya bu dəqiqə like atmağı, kanala abunə olmağı unutmayın. Məncə bir kərpic daha lazımdır. Yaxşıdır bro. Ay, bro, ev tikmirik. 1, 2, 3. Əla. Takım işi budur. Mənə də zəng gəlməyə vaxt tapdım. Rahat çəkirik, narahat olma. Şükür Allah, gedir. Öpürəm sənə. Oy, gəl bura. Qurtardıq. İndi uşaqlar gedək biraz yemək yeyək. Bundan yiyor da mənim əllərimə. Gəl elə gölün qırağında yiyək. Bəs başımdan aşağı tökməyə də qalsın. Alo. Gəlin oturaq uşaqlar, birazdan səhnəyə Aygün çıxacaq. Bro, səncə hiss ya Aygün? Aygün. Gedək evə. De Allah haqqı. Məsələn Sənə- Allah yox, xəstəsən sən. Epinin hiss etdisindən sonra Aygünü seçdim. Paster epi. Passi. Pasterində epi edisi var. Paster hissə edisi atır. Yox. Amma his pasteri atıb. Yox, xeyr, his niyə His- paster edisi atsın? Epi paster edisi atıb. Paster Epi hiss edisi atıb. epi hissə edisi atsın. Passerdə epi hiss atıb. Bəs Aygün Kazımova kimi edisi atıb. Heç kim. Nadirə. Məzələnmə. Namiq idi Nadir idi adı. Bunun başını buraxayım. Sənə 100.000 versələr. Buyur bura. Mən niyə belə gidəm? Nə bilim. Uşaqlar belə videoların daha çox gəlmək üçün bu videoya like atıb abunə olmağı unutmayın. Bir də belə göz jelibonları almışıq. İnsanlar bu jelibonu alır. Neynə xeyar sən kameramana elə bildim rəyə getdi. Anca bir dənə video. Anca bir dənə videoda yoxlayırlar. Biz amma tərk edilmiş yerdə yoxlayacağıq. Ala at. Uşaqlar mən dadına baxıram. Nəysə, gəlin indi cin çağıraq. Tərk edilmiş yerlərdə cinlər çox olur. Ona görə mən də qərara gəldim ki, bugün cin çağıraq. Sən bilərsən, cin çağırmırsan məncə. Burada cin yazmışıq uşaqlar gördüyünüz kimi. 3 dəfə yandırandan sonra. Messi. Bro, mən siz deyiləm. Mən də Ronaldocuyam. Ona görə Messi deyirik də cinlər gəlsin. World Cup. World Cup nədir? Dünya kupası. Yandır, sən də yandır. Eski qalxacaqsan Sadiq. Gəl. Barsa. Barsa. Yox, Real. Sən Real dinə. Real. Barsa. Real. Barsa. Real. Cinlər səncə gələcək? Şərət verdilər. Cinlərə şərət verdi. Ey cin! Buradasansa Barsa dinən. Kim məncə duraram ki, burada da stol var. Yoxdur. Uduzan başından aşağı soqqu tökəcək. Biz cəzadan qaçmarıq heç vaxt. 5000 like gəlsə, belə videoların davamı daha çox gələcək. Sağ olun.